Dünya sistemi qaranlıqdır. Amma bu qaranlıq gizli olduğu üçün deyil. İnsanların onu görmək istəmədiyi üçün qaranlıqdır. İnsan doğulduğu andan bir axının içinə düşür və o axın o qədər normal göstərilir ki, heç kim dayanıb niyə sualını vermir. Həyat sanki əvvəlcədən yazılmış bir ssenari kimi işləyir. Böyü, uyğunlaş, işləməyə başla, pul qazan, yorul, davam et. Bu dövr o qədər təbii görünür ki, əslində bunun bir seçim yox, yönləndirilmiş yol olduğunu çox az adam anlayır. Pul məsələsi isə ən dərin hissədir. Sənə deyilir ki, pul azadlıqdır. Amma əslində insanların çoxu pul qazanmaq üçün azadlığını verir. Kredit götürür, borca girir, daha çox işləməyə məcbur qalır. Bu sistem elə qurulub ki, çox adam heç vaxt tam çıxış yolu tapa bilmir. Sən nə qədər çox qazanırsansa, çox vaxt bir o qədər çox xərcləməyə alışdırılırsan. İnsan öz həyatını yaşadığını düşünür, amma əslində çox vaxt ona təqdim olunan variantlardan birini seçir. Seçim var kimi görünür, amma seçimlərin sərhədi artıq çəkilib. Sən o sərhədlərin içində hərəkət edirsən və bunu azadlıq kimi qəbul edirsən. Ən təhlükəli tərəf budur. İnsan idarə olunduğunu hiss etməyəndə ən rahat şəkildə idarə olunur. Bu sistem güc tətbiq etməklə yox, davranışı yönləndirməklə işləyir. Səni məcbur etmirlər, səni elə bir vəziyyətə gətirirlər ki, sən özün eyni yolu seçirsən. İnsan qorxu ilə yox, ehtiyac və vərdişlə idarə olunur. Pul lazımdır, təhlükəsizlik lazımdır, qəbul olunmaq lazımdır. Və bu ehtiyaclar insanı sistemə bağlayır. İnsan çox vaxt qaçmaq istəmir, çünki qaçacağı yer yoxdur. Dünya sistemi haqqında dolaşan çox şey ya şişirdilir, ya da səhv başa düşülür. Amma bu o demək deyil ki, ortada qaranlıq tərəf yoxdur. Var. Sadəcə o, filmlərdəki kimi gizli otaqlarda oturan bir neçə adamdan ibarət deyil. Daha təhlükəli olan odur ki, bu sistem açıq şəkildə işləyir. Amma insanlar onu adi qəbul edir.